Dünən Bitcoin 3000 dollar səhər saatlarında qalxdı və təbii ki biz günün ikinci yarısından sonra enişlər haqqında danışdıq və bu 3500 dollarda aşağı doğru istiqamət aldı. Yəni bugün alışlar 87.000, yəni 600'lərdən gəlib və nəticələnə bilər 88.800'lərdə. Satışlar isə təbii ki 87.000'lərdən gələcək. Euro dolar rəqabətinə gəldisə, dünən biz eniş nöqtəsini, dönüş nöqtəsini demişdik və bugün alışlar 1.17-900'lərdən gələcək. Satışlar isə təbii ki alternativ ssenardə 1.17-600'lərdən. Funtun dolar rəqabətinə gəldisə, artıq alış əməliyyatları gəldi. Biz bunu YouTube kanalında dedik və yuxarı doğru istiqamətlə davam edir. Satışlar isə 1.34-800'lərdən gələ bilər. Neftə gəldidə isə neft haqqında da dünən biz danışdıq. Yüksəlişlər haqqında təbii ki 62'lərə qədər qalxdı. Bugün 61-90'larda alışlarda, satışlar isə 61-50'lərdədir. Nasdaq S&P Dow Jones Stock isə korreksiyadan sonra yenidən yuxarı doğru istiqamətlə davam etdirəcək.